Sürətli oxumada bəs oxuduqların yaddaşda saxlaya bilir, yadında saxlaya Bəli, bilir. Zaten bizim məqsədimiz anlayaraq sürətli oxumaqdır. İndi bayaq sual verdiniz ki, bu yaddaş texnikaları həyatımızın hansı sahəsində bizə lazım ola bilər? Mən həmişə təlimlərdə bunu deyirəm. Yaddaş texnikalarının gözlə görünən faydaları var, məlum olan. Bir də məlum olmayan arxa planda başqa faydalar var. Gəlin hamısına baxaq birlikdə. Birincisi, yaddaş həyatının hər sahəsində lazımdır. Bir insanın adını və üzünü yadda saxlamaq, rəqəmləri yadda saxlamaq, tarixləri yadda saxlamaq, alış-verişə gedirsinizsə istənilən şeyi yadda saxlamaq, təhsil həyatı boyunca daha çox lazımdır zaten imtahanlarda, xarici dil öyrənmədə. Yəni adını qoya biləcəyiniz istənilən bir şey də lazımdır. Korporativ şəkildə iş dünyasında birilərinə adı ilə xitab etmək çox yaxşı bir haldır. Bir işgüzar görüşdəsiniz, tanış olursunuz biri ilə, adını soruşursunuz, soyadını soruşursunuz, hansı işlə məşğul olur, özü haqqında məlumat verir, tanışlıq verir. Hər birimizin başına gəlir bu. Sonra nə vaxtsa biz bu insanı görürük, küçədə, yolda, başqa bir yerdə. Görürük ki, bunun siması bizə tanış gəlir, amma adı yadımıza düşmür. Deyənə yaxınlaşmırıq heç. Eynən. Səbəb nədir? Səbəb ondan ibarətdir ki, insan beyni görüntünü daha yaxşı yadda saxlayır. İndi o hissəyə, texniki hissəyə birazdan toxunarıq. Məsələn, bu xoşa gəlməz bir haldır. Korporativ iş dünyasında adamın adını dəfələ üzr istəyirəm, adınız nə idi, nə bilim nə idi, nə işlə məşğul idiniz. Bir də var ki, bir dəfə yadda saxladın, o böyük bir avantajdır. İnsana əlavə hörmət də qazandırır. İnsanın özü üçün də yaxşıdır. Lazım olan informasiyanı oradan-buradan axtarmağa çalışmırıq, dərhal tapırıq. Bəzən adi həyatımızda, gündəlik həyatımızda olur, əlimizdəki əşyanı açar, hara qoyduğumuz yadımızdan çıxır. Saatlarla açar axtaranlar var. Maşını saxlayırıq, harada saxladığımızı unuduruq. Doğru. Bunlar hamısı həyatımızın, gündəlik həyatın tələbatlarıdır. Bir də bunun yəni gözlə görünməyən faydaları var. Bu da bizim fiziki olaraq beyin sağlamlığımızla əlaqəli bir şeydir. Məsələn, insanların ən çox ilərləyən yaşlarda əziyyət çəkdiyi problemlərdən biridir də yaddaş itkisi, Alzheimer xəstəliyi. Bunun qarşısını almada çox böyük bir faydası olur yaddaş işlətməyin. Çünki bilirsiniz, fiziki olaraq necə ki, biz bədənimizdəki əzələləri istifadə eləməyəndə onlar zəifləyir, gücdən düşürsə, beyin də istifadə olunmadığı zaman kökdən düşür. Doğru. Adi bir musiqi aləti olsun istifadə olunmadığı zaman, bir bədən əzələsi istifadə olunmadığı zaman, bunlar hamısı keyfiyyətini itirən şeylərdir. O ataların da bir sözü var da, işləməyən dəmir pas tutar. Beynin də pas tutmaması üçün onu işlətmək lazımdır. Onu işlətməyin yolu isə təbii ki, zehni fəaliyyətlə məşğul olmaqdır. Amma bu bizim ənənəvi olaraq bildiyimiz kitab oxumaq, tapmaca tapmaq, riyaziyyatla məşğul olmaq şahmatla oynamaq deyil. Çünki bunların bir çoxu beynin potensialını tam şəkildə istifadə elətdirmir.